Bir nəfər alimlərdən deyir, getdi Ayətullah Üzma Behçətin huzuruna. Dedi ki, ağa bizə göstəriş ver, əməli göstəriş. Bizə bir zikr öyrət, əməl öyrət. Ağa buyurdu ki, gündəlik namazlarınızı vaxtında qılın. İstəyirsinizsə göstəriş, hər namazı vaxtında qılın. Sübh namazını, zöhrü, şamı, zöhr əsri, şam xiftəni vaxtında qılın. Ən gözəl göstəriş. Fikirləşdik ki, deyəsən bu bizi başa düşmədi. Biz bundan göstəriş istəyirik, mürəkkəb məsələlər istəyirik ki, bizə izah eləsin, irfani məsələlər, bu bizə sadə bir söz deyir. Nəysə, getdik, bir il keçdi, yenə görüşünə gəldik. Danışan özü də alimdir. Deyir, gəldik ki, bu ildə bir şey bundan istəyək. Deyəsən, keçən il bizi başa düşmədi bu. Getdik, oturduq məclisində, indi istəyirik buna deyək. Biz deməmişdən, deyir, danışdı məclisdə. Dedi ki, insanlar var, gəlir bizdən zikr istəyir, əməl istəyir. Biz də deyirik ki, namazları vaxtında qılın. Onlar da gedib ona əməl eləmirlər, gəlirlər təzdən nəsə başqa bir şey istəyirlər bizdən. Biz başa düşdük bunu. Ki, bu bilir, başa düşür və onu bizə vurğulamaq istəyir ki, əməl məqamında çox sadədir. Xüsusi hansısa qeybi göstərişlərə ehtiyac yoxdur, xüsusi göstərişə ehtiyac yoxdur. Əməl məqamında elə sadə-sadə məsələlərdir. Amma arxasında böyük xeyirlər var. İndi istəyəsən, biləsən, namazı vaxtında qılmağın niyə insana xeyri var? Onun üçün gərək din mütəxəssisi olasan. Əməl məqamında İslam çox sadədir.